Deyərəm, Hı. qoşularlar. İndən çox təşəkkürlər. Yaxşı, uşaqlar, əvvəla hamınızı salamlayıram. Ümid edirəm hamınızın işləri qaydasındadır. İndi mən təxmini bilmirəm, burada hamı 5 son kursdur, yoxsa digər kurslar da var, 3-lər, 4-lər var. Amma mən çalışacağım bütün kurslar üçün lazımi məlumatlar verim ki, siz təxmini nəyinə vaxt verməli olduğunuzu. Salam Nayda xanım, necəsiz? Yaxşıyam, çox sağ olun. Sən necəsən? Yaxşıyam, mən də sağ olun. Yaxşı olasan. Uşaqlar salam. Yəqin ki, çox adam birləşib, düzdür Məltəm? 22 nəfər görürəm. 30 nəfər var hal-hazırda. 30 nəfər var, nə gözəl. Buyur, istəyirsən sən vaxtı itirmədən başda, Yaxşı. yenə də birləşəndə, yenə də nə lazımdır eşidəcəklər onsuz. Oldu, mən O bəzdim, buyur, buyur. Deməli deyirdim ki, burada yəqin ki 4-cü kurslar da var, 3 də var və son kurslar da var. Birinci, ilk öncə hamıya demək istəyirəm ki, burada əsas məsələ vaxtınızı düzgün bölüşdürməkdir. Gəlin sizə mən burada slaydımı da göstərim. Çox bir şey yoxdur. Ya da belə davam edək biz. Deməli, sizə prosesin əvvəlini, proses zamanı və prosesdən sonra nə etməli olduğunuzu danışacağam. Mən hazırda King's College Londondayam. Burada dövlət proqramı üzərində Master of Public Health, yəni ictimai səhiyyənin masterını oxuyuram və bu 1 il davam edir. Əgər siz hal-hazırda son kursunuzsa, tövsiyə edirəm ki, artıq sürətləndirəsiniz siz öz işlərinizi. Buna görə gəlin birinci başlayaq. Prosesdən əvvəl nə etməlisiniz? Hansı ki, hamıya aiddir bu. Birinci, mütləq şəkildə imtahanlarınıza fikir verin. Hansı ki, ballarınız çalışın ki, yuxarı olsun, kəsilməyəsiz. Yəni, ən sonunda ortalamanız sizin qəbul olduğunuz universitetə daha çox şansınızı artırır ki, universitetə qəbul olasınız. Ondan sonra da dövlət proqramı onsuz da sizin GPA-nızı 81-dən yuxarı tələb edir. Yəni, birinci şərtimiz budur ki, çalışın əsas fənlərdən, hətta krediti yuxarı olan fənlərdən balınızı yuxarı saxlayın. Belə də fakt var ki, çünki qəbul olmaq istədiyiniz universitetdə sizə tələb qoya bilər ki, hansı fəndən, krediti falan olan fəndən, tutaq ki, səhiyyə iqtisadiyyatı keçirik biz. Səhiyyə iqtisadiyyatından sizin balınız 91-dən yuxarı olmalıdır. Yəni, bu şərtlər olduğunu nəzərə alsaq, çalışın ki, əsas fənləri, yəni ictimai səhiyyəyə aid olan fənlərdən ballarınızı yuxarı saxlayın. Yəni, kəsilməyin, yuxarı olsun, B olsun, A olsun. Bu, sizin ümumi ortalamanızı artırdı. Bundan sonra keçirik biz dil bazarlığımıza, yəni sertifikatlar almağa. Əsas, hal-hazırda bizə əsas lazım olan IELTS sertifikatıdır. Öz təcrübəmdən danışırsam, mən IELTS sertifikatını almaq üçün 3 ay ərzində kursa getmişdim. 3 aydan sonra imtahan verdikdə birinci dəfə 6.5 yığdım. Sonra bir ay daha hazırlaşdım ki, 7 yığım. Çünki dövlət proqramında bilirsiniz ki, 7 tələb edirlər dövlət proqramına qəbul olmaq üçün. İndi burada belə bir şey var. Əgər sizin hal-hazırda yəni ingilis dilində yaxşı bacarığınız varsa, dil bacarığınız yaxşıdırsa, heç olmasa B2-yə yaxındırsa, B1, B2-dirsə, indidən IELTS-ə başlaya bilərsiniz. 3 aylıq proqram var. Hətta əgər vaxtınız çoxdursa, özünüz də başlayıb evdə hazırlaşa bilərsiniz. IELTS haqqında çoxlu səhifələr var, özünüz hazırlaşmaq üçün kitablar var. Asanlıqla bunu hər yerdə tapa bilərsiniz. İngilis dili səhifələri də var. Əgər sizin vaxtınız azdırsa, tövsiyə edirəm ki, əgər siz hal-hazırda 5-ci kursunuzsa, indi noyabr ayıdır. İntensiv kurslar var. İntensiv kurslara qoşula bilərsiniz. Onlar sizə bir ayda ingilis dilinizdə IELTS almağa kömək edəcəklər. 6-5 və ya 7 almağınız tövsiyə olunur. Əgər siz dövlət proqramına müraciət etmək istəyirsinizsə, tutaq ki, 6-5 aldınız, amma vaxtınız yoxdur artıq ikinci dəfə imtahan verib 7 almağa, 6-5-lə istədiyiniz universitetlərə müraciət edə bilərsiniz. Mənim universitetimdə 6-5 tələb edirdi, 7 tələb eləmirdi məsələn, amma dövlət proqramı 7 tələb edir. 6-5 aldısa, dövlət proqramına sonradan Duolingo da verə bilərsiniz, hazırlaşmaq, vaxt qazanmaq üçün. 6-5 aldınız, universitetinizə müraciət elədiniz, qəbulunuzu aldınız, daha sonra dövlət proqramı üçün Duolingo verə bilərsiniz ki, IELTS-dən daha həm rahat imtahandır, həm də nisbətən ucuz imtahandır IELTS-ə baxanda. Dil sertifikatımızı aldıq. Əgər siz son kursuzsa indi, 4-cü kursuzsa başlayın indidən hazırlaşmağa, biraz ingilis dilinizi artırın. Artırandan sonra qoşulun IELTS kurslarına. Mən belə tövsiyə edirəm, çünki məndə də elə olmuşdu. Yəni, biraz ingilis dil kurslarına getdim, ümumi general İngilişə. Ondan sonra 3 aylıq ingilis dil kurslarına qoşuldum.
Ondan sonra IELTS imtahanı verdim. Mən bu prosesi 4-cü kursdan başlamışdım. Yəni əvvəlcədən planlamışdım. Yenə deyirəm, əvvəl qeyd etdiyim kimi planlamaq çox önəmlidir. Mən planlarımı hardasa 2-ci kursdan fikirləşmişdim ki, mən dövlət proqramına verməyi düşünürəm. Buna görə mən artıq 3-cü kursun axırında ingilis dilinə başladım və 4-cü kursda IELTS imtahanlarına hazırlaşdım 3 aylıq kursla və artıq mən bu vaxtda, yəni sizin 5-ci kursda IELTS imtahanından sertifikatımı almışdım. Əgər sertifikatımızı da aldıq, GPA-mız yaxşıdır, ortalamamız yaxşıdır, bundan sonra nə edəcəyik? Mütləq şəkildə aktivliyə fikir verin. Aktivlik deyəndə hər şey nəzərdə tuturam. Sosial aktivliklər də ola bilər universitetdə. Yəqin ki, çoxunuz tezə qoşulursunuz əgər aktiv tələbəsinizsə, tezə qoşulmusunuzsa, tezdə çıxışlarınız varsa, yeriniz varsa, bunları eləyin 100%. Yəni konferanslar deməyin ki, boş şeydir, vaxt ikisidir deməyin, qoşulun, sertifikat alın mütləq şəkildə. Hətta çalışın ki, bilirsiniz ki, konferansların da meyarları var. Bəzi konferanslar hətta xarici meyarlara uymalıdır. Çalışın, elə konferanslara qoşulun ki, sonunda sizə sertifikat verəndə o sertifikat həmin meyarlara uyğun olsun ki, siz onu həm xarici universitetlərə müraciət edəndə, həm də DP-yə müraciət edəndə istifadə edə biləsiniz. Universitetdə də sosial aktivliyinizə fikir verin. Məsələn, mən bilmirəm, bunun artıq nə qədər təsiri var. Mən tezə də qoşulmuşdum, konferanslarda iştirak etmişdim və musiqi klubumuz var idi, bilirsiniz, nəsildən tədbirlərdə iştirak etmişdik. Biz bunları mən hamısını qeyd etmişdim və müəyyən şəkildə bunların təsiri var. Sonra qeyd edəcəm bunun necə təsir olacağını sizə. Aktivliyimizi də elədik, qiymətlərimiz yaxşıdır, GPA-mız yaxşıdır. Artıq siz əlinizdə hər şeyiniz var dövlət proqramına və xarici universitetlərə vermək üçün. Artıq yavaş-yavaş seçimlərə baxırsınız. Hansı universiteti istəyirsiniz, hansı ölkəni istəyirsiniz, hansı ölkə sizin göstəricilərinizə uyğundur. Məsələn, əgər siz Oxfordda oxumaq istəyirsinizsə, sizin IELTS-iniz 7-7-5 olmalıdır və IELTS-də bilirsiniz ki, speaking, reading, writing və listening var. Bunların hər birindən ən azı siz 7 almalısınız. Yəni, overall'unuz 7 olsa da hər birindən 7 olmalıdır. 6-5 qəbul olunan deyil, Oxfordda oxumaq istəyirsiniz. Bunun üçün universitetləri araşdırmağa başlayın. Universitetlərin hamısının şərtləri var. Açıq şəkildə bütün hansı universitetə girsəz, öz səhifələrində açıq şəkildə qeyd edirlər. Burada bir nüansı qeyd etmək istəyirəm. Bəzi universitetlər dövlət proqramının siyahısına daxil deyil. Yəni, dövlət proqramı o universitetləri maliyyələşdirmir. Bunun üçün DP-nin öz sayfasına girirsiniz. Burada göstərə bilirəm məncə. Dəqiqə. Görürsünüz məncə, düzdür? Aha, görünür. Burada görürsünüz DP-nin səhifəsidir. DP Edu.az. Magistratura proqram iştirakçılığında qəbula girdikdə 2025-26-cı il tədris üzrə ixtisasların siyahıları. Bu hal-hazırda köhnə ilindir. Yəni 26-27-ci ilin siyahısı hələ çıxmayıb. Keçən il səhv eləmirəmsə dekabrda çıxmışdı bu siyahı. Baxırsınız burada publication tapaq. Bu arada publication-dən əlavə yəqin ki, Nailə sizə dünən qoşulanlar varsa, Nailə dedi. Məsələn, Nailədə epidemiologiyadır. Publication-dən əlavə ixtisaslar da var. Ətraf mühit, məsələn, bu bizim kreditlərimizə uyğun bir ixtisasdır. Əgər marağınız varsa, baxın, ətraf mühitdən də universitetlərə baxa bilərsiniz. Environmental Air Pollution, Water and Environmental Management. Bunlar da aiddir. Amma mən hal-hazırda sizə publication göstərməyirəm. Bir dəqiqə. Uyğunsuz deyil. İctimai səhiyyə. Baxın, burada adlarına uyğun sizə göstərmək istəyirəm. Baxın, Health Management, Health Administration, Public Health-in özü, sonra Health Policy and Economics, yəni sizin istədiyiniz ixtisaslara da burada bölə bilərsiniz. Baxın, Public Health in Epidemiology, Public Health, sonra ən çox hal-hazırda Global Health daha çox seçilən ixtisaslar arasındadır. Global Health-i seçə bilərsiniz. Tutaq ki, siz İngiltərədə oxumaq istəyirsiniz, Birləşmiş Krallıqda.
baxın King's College, Imperial College, Public Health. Bu il çıxacaq siyahıda Public Health-i tapırsınız və burada universitetləri gözdən keçirirsiniz. Amerikada da oxumaq istəyə bilərsiniz. Burada çox ölkələr, Çin var, İsveç var, Türkiyə var, Yeni Zelandiya var, Almanya yoxdur məncə Almanya. Almanya yoxdur. Əvvəl var idi, amma siyahını artıq qısalıb. Almanya var. Hamburgda oxuya bilərsiniz. Bu universitetlərin də seçimini sizə belə başa salım. Hal-hazırda nəzərə alsaq ki, burada çoxumuz universitetdə oxuyuruq və ya son kursuq və heç birimizin iş təcrübəsi yoxdur, yəni çox az adamda iş təcrübəsi var. Buna görə də İngiltərəni seçmək daha məqsəd uyğundur. Çünki Amerika və digər ölkələr çoxu iş təcrübəsi tələb edən universitetlərdir. Yəni sizdən ən azı 200 saat, 220 saat iş təcrübəsi tələb edən yerlər var. Bizdə də iş təcrübəsi olaraq sadəcə 5-ci kursda sonda keçdiyimiz iş təcrübəsi var. İsimə gedirik, aktaya gedirik, GM-ə gedirik. Bunlar da təəssüf ki, yəni 5-ci kursun sonunda olduğuna görə bizim diplomumuz artıq biz ona qədər müraciət etmiş oluruq. Yəni universitetlər onu görməyəcək ki, bizim burada falan qədər təcrübəmiz var. Siz əgər yox, mən illa Amerikada oxumaq istəyirəm deyirsinizsə, iş təcrübəsi qazana bilərsiniz və ya bir il gözləyə bilərsiniz. Həmin müddətdə də iş təcrübəsi qazanın və o diplom ikinci semestrdə əldə etdiyimiz saatlar var, GM-də, aktada. Onlar da artıq diplomumuzda görünəcək. Onlardan istifadə edərək digər universitetlərdə müraciət edə bilərsiniz. Amma yəni dediyim kimi, əgər hal-hazırda daha çox akademik göstəricilərə baxan Birləşmiş Krallıqdır, Şotlandiyadır, İngiltərədir. Buna görə də biz daha çox bura fokuslanırıq. Universitetləri də baxdıq, universitetləri seçdik, sonra ixtisası da seçdik. Yəni dediyim kimi, ixtisasımız müxtəlif ola bilər. Hal-hazırda bizim universitetdə, King's College-da Global Health var, Public Health var, Public Health Economics var, Public Health iqtisadiyyat var, hamısı var. Yəni siz bunları sadəcə araşdırmalısınız və dövlət siyahısına, dövlət proqramı siyahısına mütləq şəkildə baxın. Çünki ola bilsin sizin istədiyiniz və qəbul olduğunuz universitet top 100-də, top 200-dədir və dövlət proqramı qəbul eləmir. Dövlət proqramının burada prioriteti odur ki, daha çox nüfuslu universitetlərə qəbul olan şagirdləri, tələbələri maliyyələşdirsin. Bunların hamısını elədik. Yenə ki, GPA-mız yaxşıdır, IELTS sertifikatımız var və ya alacaq, hazırlaşırıq almağa. Aktivliklərimiz var və universitet seçmişik, bilirik harada oxuyacaq. Artıq prosesin özünə keçməyə başlayırıq. Proses zamanı biz əsas fokuslanacağımız şey nədir? Sənədlərdir. Sənədlərin yığılmağı biraz çətin məsələdir. Çətin yox, yorucu məsələdir. Yəni, mən buna haradasa 2-3 ayımı ayırmışdım. Bəzi sənədlərdə problem yaranırdı, gələ bilmirdi, alınmırdı. Yəni, 2-3 ay sənədlərin yığılmasına ayırmışdıq. Sənədlərdə əsas sizə tövsiyə edəcəyim şey motivasiya və referans məktublarıdır. Motivasiya məktubları bilirsiniz ki, özünüz haqqında yazırsınız. Ən azı 2 motivasiya məktubu yazın. Bunu yazmağa kömək edən insanlar da var, kurslar da var. Yəni, kömək ala bilərsiniz kimdənsə, yox, özünüz də yaza bilirsinizsə, lap yaxşı. Motivasiya məktubunuzu yazın və universitetdə sizi tanıyan və həqiqətən də bir yerdə iş gördüyünüz bir müəllimə ilə referans məktubu hazırlayın. Məsələn, məndə referans məktubu Qayna xanım və Səidə xanım idi mikrobiologiyada. Səidə xanımla mən 2 ədəd tez işi götürmüşdüm deyə onu yazmağı fikirləşdim və Qayna xanımla da, yəni dediyim kimi bir yerdə bir çox tədbirlərdə, konferanslarda iştirak edədiyimizə görə Qayna xanımla bir yerdə yazdıq. Bir yerdə yazmırsınız, əslində özünüz hazırlayırsınız. Orada mütləq qeyd edirsiniz, sizi hardan tanıyır, necə tanıyır, bir yerdə hansı işlər görmüsünüz, adlarını qeyd edirsiniz. Məsələn, məndə antibiotik rezistenti idi, onu mütləq orada qeyd edin ki, filan adında tez işimizi bir yerdə hazırlamışım. Hazırlayandan sonra müəllimələrə verirsiniz həmin referansları, onlar da oxuyurlar, razıdırlarsa imzalayırlar və möhürləyirlər. Motivasiya məktubu da eyni çalışın. Çoxlu detaylı yazın, yəni özünüz haqqında nələri eləmişsiniz, niyə eləmişsiniz, niyə ictimai səhiyyəni seçmişsiniz, niyə bu ixtisasda özünüzü görürsünüz, bu ixtisas üçün nələr eləmişsiniz. 2 motivasiya məktubu, 2 referans məktubunu hazırladınız. Bundan sonra digər sənədlər, transkriptlərin alınmalıdır. Bu sənəd siyahısı da yenə dövlət proqramı səhifəsində var. Çox
Maraqlanırsınızsa, yəni orada çox rahatlıqla tapa bilərsiniz. Orada bütün hamısı sırayla yazılıb dövlət proqramına aid. Siz dövlət proqramından əvvəl universitetlərə aid siyahılara da baxmalısınız. Tutaq ki, King's College Londona gələsiniz. Transkriptini aldınız, referans məktublarınızı aldınız, motivasiya məktublarını aldınız. Digər sənədlər hal-hazırda xatırlamıram. Amma yəni biraz sənəd var idi orada, onlara baxmalısınız. Çətin sənədlər deyil, rahatlıqla tapa bilərsiniz. IELTS sertifikatınızın sənədini qoymalısınız mütləq şəkildə. Hal-hazırda son kurs olduğunuza dair sənəd qoymalısınız, 5-ci kursda olduğunuza dair və universitetə müraciət edirsiniz. Tutaq ki, siz King's College Londona deadline-ına baxdınız ki, martın 22-si deadline-dır. Siz sənədlərinizi yığdınız, yanvarda, fevralda King's College Londona sənədlərinizi göndərdiniz və universitetdən sizə qəbul gəldi. Siz hal-hazırda sonuncu kurs olduğunuza görə sizə onlar şərti qəbul verəcəklər. Çünki diplomunuz əlinizdə deyil. Siz transkriptlə müraciət edəmisiniz. Diplomunuzu siz 5-ci kurs qutaranda alacaqsınız. Buna görə onlar sizə şərti qəbul verdilər. Bu şərti qəbulu siz, yəni unconditional qəbuldur, dövlət proqramına müraciət etmək üçün istifadə edirsiniz. Siz həqiqətən də King's College Londonda oxumaq istəyirsinizsə, bu universiteti seçsiniz. İstəsəz 5 dənə də, istəsəz 10 dənə universitetə müraciət edə bilərsiniz. Bu hamısı sizin öz istəyinizdən asılıdır. 10 dənə universitetə müraciət edədiniz. Gəldi Imperialdan gəldi, King's College-dən gəldi, Glasgow-dan gəldi, Edinburgh-dan gəldi. İstədiyinizi birini seçirsiniz, dəyərləndirirsiniz. Tutaq ki, King's College Londona qərar verdiniz ki, bundan müraciət edəcəm DP-yə mən. Artıq indi DP-nin sənədlərini yığmağa başlayasınız. Yəni dediyim kimi şərti qəbulunuzu götürürsünüz, IELTS sertifikatınızı götürürsünüz. Siz 6.5 əgər IELTS almışsınızsa, bu sertifikatından siz King's College Londona müraciət edə bilərsiniz 6.5-nə. Amma DP-yə müraciət edə bilməyirsiniz siz 6.5-dən. Buna görə də Duolingo ala bilərsiniz DP-yə müraciət etmək üçün. Duolingo imtahanı da yəni asanlıqla satıla bilən əlverişli bir imtahandır. Qiymətlə münasibətdə özü də rahatdır nisbətən. Yəni şansınızı yoxlamaq istəyirsinizsə, 7-də almaq istəyirsinizsə, Duolingo-da məsləhət görürəm. Yox, əgər deyirsinizsə IELTS verəcəm, yəni 2 dəfə IELTS verə bilərsiniz. Mən məsələn 2 dəfə IELTS vermişdim. Sertifikatınızı götürdünüz, şərti qəbulunuzu götürdünüz. DP-nin qəbulları açıldı təxmini bu il aprel ayında. Aprel ayının əvvəlində açıldı. Ona görə də siz yəni planlamanızı eləyin ki, artıq aprel ayına qədər sizin qəbulunuz gəlmiş olsun universitetlərdən. DP-yə müraciət elədik, sənədlərimizi yığdıq. Burada bir uzun proses sizi gözləyir, yəni gözləmə müddəti. Mənim üçün hamısından çətin sənədlərin yığılmağı, ən çətini gözləmə müddəti olmuşdu məsələn. Çünki siz bir ay gözləyirsiniz ki, bir aydan da artıq DP sizi sənədlərinizi düz olduğunu təsdiqləsin, ondan sonra sizi müsabiqəyə çağırsın. Sənədlərinizin düz olmasa narahat olmayın. Yəni onlar sizə geri dönüş edirlər ki, filan sənədi düzəldin. Məsələn, mənim IELTS-imdə möhür yox idi. Onlar o dəqiqə mənə zəng vurdular ki, IELTS-inizdə möhür yoxdur, düzəldin, təzədən yükləyin. Əgər bütün sənədləriniz qaydasındadırsa, baxın, burada heç bir qəbul prosesi yoxdur hələ ki. Sənədlər qaydasındadırsa hamıda, onlar müsabiqəyə çağırılır. Məsələn, bu il 2000 nəfərdən 1500 sənədi düzgün olmuşdu və onlar müsabiqəyə çağırılmışdı. Müsahibəyə çağırıldınız, sizə vaxt veriləcək ki, filan vaxtda müsahibəyə gələsiniz. Bunda nə etməlisiniz? Birinci, ixtisas haqqında ümumi məlumatınız olmalıdır ki, düşünürəm ki, yəni 5 il müddətində hamımız bu məlumatları əldə etmişik. Yəni, əgər çox maraqlı olan olsa, mənə şəxsiyə yaza bilər, mən həmin sualları göndərə bilərəm. Təxminən alında qalanları, məsələn, sosial determinantlar, demokratik göstəricilər, mental health, Azərbaycanda səhiyyə sistemi, icbari sığorta, bu yönümlü suallar verirlər ictimai səhiyyədə. Bundan əlavə, siz seçdiyiniz universitetə aid suallar verirlər. Necə? Deyirlər ki, Məlkəm xanım, siz King's College Londonda public health oxumaq istəyirsiniz. Siz bilirsiniz burada əsas fənlər hansılardır, araşdırmısınız. Yəni, yoxlamaq istəyirlər ki, siz həqiqətən də bu universiteti istəyərəkmi seçmişsiniz, yoxsa təsadüfən demişsiniz ki, bura yaxşıdır, buranı seçin. Ona görə də mütləq şəkildə bunlar artıq son proseslərdir. Siz bu prosesə gələn kimi onsuz da biləsiniz King's College Londonda hansı core modul dediyimiz, yəni əsas modullar, əsas dərslər hansılardır. Məsələn,
Mənim ixtisasımda əsas fənlər hansılar idi? Epidemioloji və biostatistik idi. Bu ən çətin fənn idi mənim üçün. Bundan sonra healthcare var idi, economics var idi. Bunlar nisbətən asan fənlər idi. Mən bunları saydım. Dedilər ki, hansına daha çox maraq göstərirsiniz? Mən bilirdim ki, biostatistik çətin fəndir. Buna görə bunu demədim. Çünki müsahibədə ağzınızdan çıxan hər bir sözə uyğun sizə sual verirlər mütləq şəkildə. Mən bilirəm ki, biostatik çətindir və biraz çətinlik çəkəcəm, düsturlar var orada çoxlu. Buna görə mən biostatistik demədim məsələn. Dedim, healthcare-ə marağım çoxdur. Onlar da mənə healthcare-dən nisbətən healthcare-in sualları daha asan da olurdu məsələn. Yəni elə suallar verdilər ki, niyə düşünürsünüz ki, healthcare önəmlidir? Sonra İngiltərədə səhiyyə sistemi nədir? NHS məsələn burada National Health Service-dir. Onun haqqında nə bilirsiniz? Azərbaycanla müqayisə eləyin. Hansı İngiltərədə olan hansı sistemi Azərbaycana köçürtmək istəyirsiniz? Burada həm sizin tənqidi düşüncənizi, kritik düşüncənizi müşahidə etməyə çalışırlar. Həm də həqiqətən də maraqlanıb, maraqlanmadığınızı, bu sahəyə uyğun olub olmadığınızı yoxlamağa çalışırlar bir növü. Burada 3 nəfər oturur müsahibədə. Bir maliyyələşdirən nümayəndə, bir DP-nin öz nümayəndəsi və bir də ixtisasa uyğun olan nümayəndə. Mənim ilimdə ixtisas, yəni bu ildə ixtisasa uyğun nümayəndə Aygül ya da Aygün xanım, qarışdıra bilərəm, oturmuşdu. Yəni əgər çox həqiqətən də verməyi düşünürsünüzsə, tövsiyə edirəm ki, əvvəlcədən kimin ola biləcəyini fikirləşin, tapın. Ya Aygün xanımla tanıyanlar varsa əlaqə saxlasın. Çünki mən bilmirdim onu. Təsadüfən getdim. O məni tanımırdı, amma mən onu tanıyırdım. Biraz qəribə oldu yəni. Həyəcanlanmamanız məqsədini deyirəm ki, yəni tanısanız daha yaxşı olar. Orada suallar verildi və suallarda Aygün xanım hissəsində olan hissəsinin hamısını ingiliscə verilmişdi. Yəni ixtisasa aid olan sualların hamısı ingiliscə verilir. Yəni buna da hazırlıqlı olun. Yəni ingilis diliniz nə qədər yaxşı olsa da biraz terminləri də yaxşılaşdırmağa çalışın. Müsahibədən keçdikdən sonra yenə bir aylıq bir gözləmə müddəti sizi gözləyir. Bu da çox çətin idi. Çünki elə bir müddətə gəlib çıxış o vaxt siz artıq vizaya müraciət etməlisiniz, ev tapmalısınız, amma bilmirsiniz də ki, siz müsahibədən keçmisiniz yoxsa keçməmisiniz. Dediyim kimi bu il rəqabət çox böyük idi. 1500 nəfər müraciət etmişdi. Və o 1500 nəfərdən sadəcə 4 nəfəri public health-ə seçildi bu ildə. Ona görə də yəni yenə də hazırlıqlı olmağa çalışın, dil bacarıqlarınızı yaxşılaşdırın və ixtisas haqqında daha çox öyrənməyə çalışın. Bu bir aylıq müddətdən sonra cavablar açıqlandı, hansı ki, kimlər keçib, kimlər keçməyib. Bir də gözləmə listəsi var burada. Əgər bilirsiniz ki, kimsə ola bilər imtina eləsin dövlət proqramının maliyyələşdirməsindən. Əgər siz gözləmə listəsinə düşmüsünüzsə, ola bilər sizi təzən dəvət eləsinlər ki, dövlət proqramının iştirakçısı olaraq. Qəbulumuz da gələndən sonra artıq o qədər də çətin hissələr deyil, yəni rahat olursunuz bu proseslərdə. Viza müddətidir, ev tapmaqdır Londonda, gəlməkdir, biletlərdir. Biraz qarışıq vaxtlar idi mənim üçün, amma yəni yenə deyirəm, artıq o rahatlıq olandan sonra adam rahat işini həll edir. Viza prosesi də yenə dövlət proqramının iştirakçılarına rahat şəkildə viza verilir, problem olmur. Mən müraciət edəndən sonra bir həftəyə vizam gəlmişdi. Biletlər tapırsınız, gəlirsiniz. Biraz ev məsələsində ola bilsin çətinlik çəkəsiniz. İngiltərədə biraz ev məsələləri, ev həm bahadır, həm də tələbələr üçün ev tapmaq çətindir. Yəni də siz yataqxanalarda da qala bilərsiniz. Əgər tanışınız varsa, bir yerdə evdə kirayə edə bilərsiniz. Yəni bunlar artıq işin yaxşı hissələridir. Bunlar maraqlanasınız, tapasınız hər şeyin, yəni narahat olmayın. Bir də nə demək istəyirəm sizə? Buradakı dərs prosesinə uyğun. Gəlib nəyə mən adaptasiya ola bilmədim, o haqda danışmaq istəyirəm. Biz bura gəldikdən sonra, dərslər başladıqdan sonra bizə çoxlu oxumalı artikellər verirlər. Yəni, kitablar da var oxumalı, düzdür. Yəni, deyirlər ki, bir dərs üçün 15 səhifə dərsdir. Buna artıq alışmışıq demək olar. Yəni, bizim universitetdə də belə idi dərslər, 15 səhifə dərs olurdu, 20 səhifə dərs olurdu. Amma artikel oxumağa çalışın, çox üstünlük verin. Bilirəm, bu bizim dərs sistemimizə çox uyğun deyildi. Yəni, biz çox da tanış deyilik bu sistemlə ki,
artikel oxuyaq çoxlu, amma oxumalısınız. Yəni PubMed bilmirəm, bəlkə eşitmisiniz, eşitməmisiniz, istifadə eləmisiniz yəqin ki. PubMed-ə girin, maraqlı olduğunuz bir mövzunu araşdırın. Sadəcə o məqaləni oxumağa çalışın. Yəni məqalələr də bilirsiniz də uzun olur, çətin olur, yorucu olur, amma yəni mütləq şəkildə alışmalısınız. Çünki burada hər dərsdə, yəni istisnasız hər dərsdə sizə 1-2 artikel verirlər ki, gəlin dəfə bu artikeli oxuyun, gəlin, biz artıq bu artikeli müzakirə edəcəyik. Burada imtahan sistemi də fərqlidir. Essay yazmaq da çoxunda, hansı ki 2000 sözlük, 4000 sözlük, 5000 sözlük essaylər tələb olunur. Yəni yenə deyirəm, biz bizim universitetdə daha çox imtahana, yazılı imtahana yox da test imtahanına alışdığımıza görə bu mənə burada çətin gəlir. Hal-hazırda alışa bilmirəm. İngiliscə akademik yazı yazmaq çox çətindir mənim üçün, 4000 sözlük hələ. Ona görə yazı bacarığınızı inkişaf etdirməyə, yazma və oxuma bacarığınızı inkişaf etdirin. Oxuduqca fikirləşin ki, bu mövzu Azərbaycanda aktualdırmı? Azərbaycanda bunu necə tətbiq edə bilərəm? Bizdən nə fərqlidir? Yəni, bir kritik düşüncənizi inkişaf etdirməyə çalışın. Belə, yəni dərs prosesində çətinlik çəkdiyim şeylər bunlardır. Və bir də hal-hazırda əsas çətinliyim odur ki, dil mövzusudur. Yəni mən IELTS-dən 7 almışam. Az çox başa düşürəm, danışa bilirəm, amma yerlilərin dili burada çox fərqlidir. Çox tez danışırlar. British kimi, yəni biraz çətin danışırlar. Tez danışırlar. Ona görə çalışın biraz yerlilərin dilinə qulaq asın. Əgər bura gəlmə fikriniz varsa, ya da bu proseslər qurtarandan sonra fokuslanın ki, yerlilər necə danışır, praktis eləməyə çalışın. Bu mövzuda biraz çətinlik çəkirəm. Başqa burada yəni hər şey rahatlıqla həll edə bilərsiniz artıq bura gələndən sonra. Maliyyələşmə mövzusunda nəzərinizə çatdırmaq istəyirəm. Bilirəm, hamıya maraqlıdır. Dövlət proqramında maliyyələşmə necədir? Siz universitetə qəbul olana kimi hansısa xərcləriniz çıxa bilər. Tərcümə təsdiqə pul çıxır. Yəni sənədlərinizin tərcümə təsdiqinə çox pul çıxacaq. Sonra bəzi universitetlər depozit tələb edir ki, həqiqətən gələcəksiniz, yoxsa yox. Bu biraz müəmmalı məsələdir. Çünki siz dövlət proqramına qəbul olmamışdan universitetin depozitini ödəsəz və pis halda qəbul olmasaz dövlət proqramına, ola bilsin ki, sizin o depozitiniz batacaq. Yəni depozitdə az yox, çox pul tələb edirlər. Yəni 1000-2000 pounddan söhbət gedir burada. Ona görə çalışın ki, universitetlə əlaqə saxlayın. Dövlət proqramının sənədlərini onlara göndərin ki, mən dövlət proqramından cavab gözləyirəm, mən sponsorshiplə oxuyacağam. Yəni çalışın ki, universitetdəki, yəni xarici universitetdəki işçilərlə, stafla maildən daimi əlaqədə olun. Bu prosesdə çatana qədər deyirəm. Əlaqədə olun, yəni maillər yazın onlara, onlardan gələn cavabları dəyərləndirin və deyin ki, depoziti ödəyə bilməyəcəm. Yox, əgər məsələn, çox əminsinizsə özünüzdən müsahibədən keçəsiniz, onda depoziti ödəyə bilərsiniz. Mən məsələn, depoziti cavablar çıxan günü ödəmişdim və bu depozitdə sonra sizə dövlət proqramı tərəfindən geri qaytarılacaq. Çünki dövlət proqramının maliyyələşməsində daxildir. Yəni, əgər bir tələbə xarici universitet üçün hansı xərci çəkibsə, yəni depozit xərci nəzərdə tutulur, bunu dövlət proqramı ödəyəcək sizin adınıza və bütün qəbzləri falan saxlamalısınız ona görə. Bundan sonra dövlət proqramı aylıq təqaüd verir. Londonda həyat biraz bahalı olduğuna görə 1500 pound verilir burada bizə aylıq üçün. Bundan əlavə bizim transfer, yəni uçaq xərclərimiz, təyyarə xərclərimiz qarşılanır, bura gəlməyimiz. Və viza xərcləri də çünki çoxdur. Çünki biz turist vizası alırıq, 1 illik viza alırıq və bu da sığorta ilə bir yerdə hardasa 4000 manatdan çox pul edir. Bunu deməyə çalışıram ki, əgər siz dövlət proqramına müraciət etmək istəyirsinizsə, bu prosesə qədər bu xərcləri özünüz çəkməlisiniz. Yəni, dövlət proqramı o demək deyil ki, pulsuz keçəsiniz bunları. Yəni, bu xərcləri ödəyəsiniz, dövlət proqramı bu xərcləri sonra sizə qaytaracaq. Yəni, hal-hazırda məsələn, biz ərizələr yazmışıq, qəbzlərimizi göndərmişik, proses gedir. Dekabra, yanvara qədər o pullar bizə geri qayıdacaq. Amma yəni, nəzərinizə çatdırmaq istəyirəm ki, ona qədər bu pulları siz ödəməlisiniz. Və aylıq təqaüddə dediyim kimi 1500 pound ödənilib, 3 ayın pulu verilib məsələn bizə hal-hazırda. Və kifayət qədər bəs eləyir, əgər ev normal qiymətdə tapsaz, çox baha yox, normal qiymətdə ev tapsaz, o pulla sizə bəs eləyəcək. Yəni, belə çətinlik çəkməyəsiniz.
Yəni düşünürəm bu qədər. Bütün hər şeyi unutdum. Yəni indi suallarınıza maraqlıdır, cavab vermək istəyirəm çünki mənim də o vaxt çox suallarım var idi. Buyurun. Çox sağ ol Meltem. Siz sağ olun. Bizdə bəzi suallar var idi burada, onlardan vermək istəyirəm. Aha. Deməli, sual vermişdilər ki, burada publikasyon oxumaq üçün sadəcə ictimai səhiyyədən mi getmək lazımdır? Yəni bakalavr sadəcə ictimai səhiyyə olmalıdır? Yoxsa digər Yəni ixtisaslardan? digər ixtisaslardan gedənlər var, amma sizin bəzi kreditləriniz az da olsa uyğun olmalıdır. Yəni çox əlaqəsiz iki ixtisas seçməyin. Məsələn, biologiyadan, kimyadan, bunlardan gələnlər var, müraciət edənlər var idi, gələnməyib. Hal-hazırda burada hamı 4 nəfərik, 4-ü də publikasyon qutaran ictimai səhiyyə. Amma əvvəlki illərdə stomatologiyadan gələn də var, müalicə işindən gələn də var. Digər universitetlərdən, kimya, biologiyadan da gələn var. Tibb universitetiniz isə bəli bütün ixtisaslardan gələ bilərsiniz. Fizioterapiya bəlkə var, tibbatçı. Bunlardan müraciət edənlər var. Aha, çox sağ ol. Bura bir sual yazmışdılar ki, siz hansı dil kursuna getmişsiniz? Dil kursu bilmirəm, burada demək reklam sayılır. Mən dil kursu olaraq da, xarici təhsil şirkəti olaraq da Ruf Akademiyaya getmişdim. Yəni razı idim, dil cəhətdən razı idim. IELTS-də rahat 3 aylıq kursa getdim, IELTS-də rahat aldım. Xaricdə təhsil hissəsi də var idi Ruf Akademinin. Mən orada Rəşad bəyə müraciət etmişdim. Yəni həqiqətən də əgər hər şeydən başınız çıxırsa və düşünürsünüz ki, heç bir səhv eləməyəsiniz sənədlər də göndərməkdə, həqiqətən də bu işlərin içindəsinizsə, özünüzü eləməyinizi tövsiyə edirəm xaricdə sənəd göndərməyə. Çünki biraz çətin və çox sənəd sünədişidir, çox diqqətli olmalısınız hər şeydə. Bəzən bir şey gözdən qaçanda, yəni artıq sizin vaxtınız gedir deyə qəbul olma şansınız azalır. Yəni bunları bilirsinizsə, özünüz müraciət edə bilərsiniz. Mən məsələn kurs seçdim çünki düşünürdüm ki, biraz çətin işləri, sənəd işləri və qorxurdum ki, birdən səhv eləyərəm. Ona görə mən kursla müraciət etdim xaricə. Yəni də əgər çox maraqlanan olsa, mən Rəşad bəydən elədim, nömrəsini verə bilərəm. Hal-hazırda o kursda deyil, amma həqiqətən də çox razı idim. Yəni çünki çox eşitmişəm xarici təhsil kurslarında mesajlara cavab vermirlər, yola verirlər, tələbənin pis vəziyyətdə qoyulurlar, amma o halların heç birini mən yaşamadığıma görə rahatlıqla tövsiyə edə bilərəm sizə. Salam. Salam. Biz dövlət proqramına müraciət eləyəndə və yaxud universitetə müraciət eləyəndə qeyri-tibbi fənlər, əsasən birinci kursda keçilən fənlərdə, mən də birinci kursam, onların qiymətləri önəmlidirmi, nəzərə alınırmı? Tarix olsun, hüquq müdafiə olsun? Yox, yəni əgər ortalamanız 81-dən yuxarıdırsa, elə bir əhəmiyyət kəsb eləmir ki, siz C almısınız, D almısınız əvvəlki kurslarda. Amma digər o tibbi fənlərə Bəli, tibbi fənlərə önəm versəz yaxşıdır. Çünki məsələn, məndən soruşmuşlar ki, niyə biostatistiki sevmirsiniz? Mənim transkriptimə baxıblar səndəmə, dedilər ki, baxın, burada almısınız siz biostatistikadan. Yəni baxırlar, amma yəqin ki, tarixə və digər qeyri fənlərə elə də əhəmiyyət kəsb eləmir onlar üçün. Çox təşəkkürlər. Buyurun. Sual verə bilərəm? Bəli, buyurun. İlk öncə təşəkkürümü bildirirəm verdiyiniz məlumatlara görə. Mən bir şey maraqlıdır. Siz indi ümumi danışdınız. Yəni belə çıxdı ki, siz ilk öncə ingilis dilindən hazırlaşmısınız. IELTS proqramı sertifikat almışsınız, daha sonra universitetlərə bir-bir müraciət eləmişsiniz. Ondan sonra da dövlət proqramına belə. Bəli. Bəli, buyurun. O tarixləri tam olaraq məsələn hansı tarixdən sonra başlamısınız, yəni verməyə sənədlər və s. Bunu deyə bilərsiniz? Bəli, deyə bilərəm. Mən ümumiyyətlə 3-cü kursun axırında hardasa 5 ay müddətində General English-ə getdim. Yəni ümumi ingilis dilimi artırmaq üçün. Əvvəl ingilis dilim hardasa A2, B1 idi. Yəni 3-cü kursun axırında buna getdim. Və 4-cü kursun yanvar ayında mən müraciət etdim Ruf Akademiyaya IELTS-ə başlamaq üçün. Onlar mənim səviyyəmi yoxladılar və dedilər ki, siz IELTS-ə başlamaq üçün hal-hazırda uyğun deyilsiniz, sizə pre-IELTS dərslərinə müraciət edin.
Mən 4-cü kursum mart ayında preanalizə getdim. Yəni deyirəm, bu sizdə nasıldır? Müraciət eləsəz kurslarda bilirsiniz də, yəni daha çox iştirak etmək üçün deyirlər ki, B1-dən başlayın, preanalizdən başlayın. Yəni əgər vaxtınız azsa deyə bilərsiniz ki, ehtiyacı mən IELTS-ə başlamaq istəyirəm. Mart ayından sonra preanalizə başladım və mən may ayında, 4-cü kursum may ayında başladım 3 aylıq IELTS kursuna. May, iyun, iyul, avqustda mənim kursum bitdi, 4-cü kursum, yəni 5-ci kursa başlayanda. 5-ci kursa başlayanda mən sentyabrda bir dəfə imtahan verdim. 6.5 aldım 5-ci kursun sentyabrında. Və sonra 6.5 mənə bəs eləmədiyi üçün bir daha hazırlaşdım 1 ay müddətində. Artıq mən elə noyabrın bu vaxtlarında ikinci dəfə sertifikatımı aldım, 7 aldım. Yəni 5-ci kursun noyabr ayında. Ondan sonra sənədləri yığmağa başladım. Dekabr-yanvar ərəfəsində də xarici universitetlərə müraciət elədim. Belə. O müraciət zamanı tam olaraq nələr göndərdiniz məsələn sənəd olaraq? Yəni birinci transkript yadımda qaldı, transkript daha sonra. Müraciət zamanı sizə lazım olacaq sənədlər transkriptdir, motivasiya məktubu 2 dənə, 2 dənə referans məktubu, 5-ci kursda təhsil aldığınızda, yəni son kurs olduğunuza dair arayış universitetdən verilir. Əsas sənədlər bunlardır. Bu siyahı, yəni dediniz şeylər siyahı şəklində var hardasa, yəni yoxsa? Bu sizin müraciət etmək istədiyiniz universitetdən asılı olaraq dəyişir, amma əgər yəni maraqlananlar olsa mən bunu ata bilərəm. Ya familya həyatımı açsınlarsa, ya mənim nömrəm olsun. Aha, uyğun olar mənə. Dövlət proqramı da ayrı öz saytında göstərilir hansı. Bəli, dövlət proqramı rahat şəkildə dövlət proqramı səhifəsində var, o açıq şəkildədir, amma universitetlərinki biraz fərqlidir deyə hər universitetinki fərqlidir. Onu ata bilərəm sizə. Aydındır. Bir də bir şey dediniz, 1500 nəfər tələbədən 4 nəfər seçilib. Bu ümumi seçilən saydı, yoxsa sırf public testdən seçilənlərdir? Yox, sırf public testdən. Ümumi 500 nəfər seçilir. 1500 nəfərdən 500 nəfər seçilmişdi dövlət proqramına. Amma public testə səhv eləmirəmsə bu il 10 nəfər müraciət etmişdi. 10 nəfərin 4-ü seçilmişdi. Aha, aydındır. Çox sağ olun. Buyurun. Yazıblar ki, müalicə işindən gələn tələbələr var, amma İSEB-dən bakalavr oxuyan tələbə müalicə işinin ixtisaslarını oxuya bilər kimi xaricdə. Yox, əslində belə deyil, çünki dövlət proqramına tibb universitetindən sadəcə bir ixtisas daxildir, public health daxildir. Yəni müalicə işi yoxdur dövlət proqramında. Sizin dediyiniz, yəni dövlət proqramı yox, öz hesabından xaricdə müalicə işi oxumaq, bu haqda dəqiq məlumatım yoxdur, ona görə dəqiq deyə bilməyəcəm. Sadəcə dövlət proqramında tibb universitetindən sadəcə public health var. Top ondan qəbul alırsa, əgər bakalavr ola bilər, müalicə işini deyirsiniz, yəqin, elə başa düşdüm. Sizin dediyiniz düzdür, amma dövlət proqramında, yəni deyirəm, ixtisaslar üzərində public health-dir və tibbi ixtisasları qəbul eləmirlər, səhv eləmirəmsə. Bir dənə də sual var imiş. Deyirlər ki, bəs digər kəsilən 6 nəfər nəyə görə kəsilib, onları bilirsinizmi? Bu bizə də maraqlı sualdır, çünki digər kəsilənlər də, mənim tanışlarım da var idi onların arasında. Yəni biz ikimiz də eyni backgroundumuz var idi, ortalamamız eyni idi. Ortalamamız eyni idi, fənlər eyni idi. Eyni universitetdən qəbul almışdıq hətta, amma o keçəmədi, mən keçdim. Birinci səbəbi, yəni aramızdakı əsas fərqlərdən biri mənim aktivliyim var idi. Konferanslarda tezim var idi, konferanslarda iştirak etmişdim. Birinci fakt bu ola bilər. Mənim ortalamam biraz yuxarı idi. Bir də əsas müsahibə. Mənim müsahibəm çox yaxşı keçmişdi. Amma məsələn, həmin adam çıxanda demişdi ki, yəni elə də uğurlu olmadı. Mənə çox sual verdilər. Sualların bəzilərini başa düşmədim. Yəni bu məsələ ola bilər. Müsahibə düşünürəm ki, əsas yer tutur. Müsahibədən sonra da digər, əgər 2 nəfər arasında seçimdə qalırlarsa, sizi seçir, yoxsa digərini artıq aktivliyə və ortalamaya baxırlar. Burada kimsə əlini qaldırmışdı deyəsən.
Bəli, mən qaldırmışam. Mən bir dəfə xarici təhsil şirkəti ilə konsultasiya zamanı mənə belə bir məlumat vermişdilər. Bilmirəm, indi sizlə dəqiqləşdirmək istəyirəm. Dövlət proqramına müraciət eləmək üçün keçid, yəni ortalama 81 olmalıdır. Amma deyirlər ki, məsələn, xarici universitetlər amma onu qəbul eləmir. Məsələn, 94 demişdilər mənə, 94-dən yuxarı olmalıdır. Belə bir məlumatınız var? Belə bir məlumat var, amma əgər siz çox yuxarı universitetlərə müraciət etmək istəyirsinizsə, Oxford'a müraciət etmək istəyirsinizsə, Cambridge-ə müraciət etmək istəyirsinizsə, bu halından qarşılanır. Amma demək olar ki, mənim baxdığım, mən London, King's College Londona baxmışdım, Edinburgh-a baxmışdım. Bunların səhifələrində 81 plus yazılır. Yəni, o qədər də əhəmiyyətli deyil, əgər sizin göstərdiyiniz 91-dən aşağıdırsa. Aydın, çox sağ olun. Buyurun. Burada bir sual var. İctimai Səhiyyə Fakültə tələbələrindən tibb bacılarında qəbul ola bilərmi? Bəli, düşünürəm ki, ola bilər. Çünki tibb bacılar da bizim keçdiyimiz fənlərə yaxın fənlər, tibbi fənlər keçib, kreditləri onların da var. Yəni, belə deyim sizə, mən hal-hazırda King's College London'da Public Health'də qrupda 62 nəfər var. Və 62 nəfər arasında çox fərqli ixtisaslardan gələnlər var. Eləsi var, insan resurslarından gəlib, eləsi var, ekonomidən gəlib. Yəni, bəli ola bilər. Yəni, ən azı bəzi kreditlər uyğun gəlməlidir, amma böyük ehtimal ki, ola bilər. Səhv etmirəmsə, hostinglər də var, onlar haqqında. Hosting student accommodation deyirsiniz, yoxsa burada baxın, belə deyim, gələndə mən hansı evləri dəyərləndirmişdim. Birinci yataqxanalar var, universitetin öz yataqxanası var, özəl yataqxanalar var, amma universitetin öz yataqxanası da özəllər qədər bahadır, ucuz deyil, yəni hətta bunun üçün siz çox əvvəllərdən müraciət etməlisiniz. Yəqin Nailə dünən sizə demişdi, Nailə də məsələn çox əvvəldən müraciət etdiyinə görə yer tapmışdı orada qalmağa, amma mən artıq gələndə demək olar ki, yerlər qurtarmışdı və qalan yerlər də çox baha idi. Və mən burada gələndə bir dostumla gəlmişəm, o da Public Health oxuyur, Imperial College-də, dövlət proqramı ilə. Və ikimiz olduğumuza görə fikirləşdik ki, bəlkə biz kirayə ev tutaq və evin pulunu ikiyə bölək, daha uyguna gəlir yataqxanadan və yataqxanada bildiyiniz kimi bəzən ümumi mətbəx olur, ümumi hamam tualetlər ümumi olur. Yəni düşündük ki, bundansa biz ev tutaq və onu ikiyə bölək. Bu halda bunu eləyə bilərsiniz. Bundan sonra flash share var burada. Əgər siz bir nəfərsinizsə, bu flash share çox yayğındır. Baxırsınız evlərə, tutaq ki, 2 tələbə bir evdə qalır, otağından ardından biri də boşdur. Yəni 3 otaqları var, ikisində özləri qalır və o otağı kirayə verirlər. Siz də gəlib onlarla qala bilərsiniz. Bu halda yaxşıdır və daha münasib başa gəlir. Əgər digər 2 nəfərlə qalmağı, tanımadığınız adamla qalmağa razısınızsa, evlərdə pulsuz qalmaq, mən onu burada çox rastlanmamışam, düzdür. Amerikada daha çox olur o. Burada, yəni, qeyd edədiyim kimi, məsələn, ev sahibəsidir, tək nəfərdir, tək qadındır qalır. Evin otağının biri boşdur. Yəni, deyir ki, bu otağı verirəm və onlar daha münasib olur, düzdür. Deyir ki, burada qala bilərsiniz, burada yeyə bilərsiniz, burada içə bilərsiniz. Yəni, siz ikiniz qalarsınız o evdə, ev sahibi ilə bir yerdə. Belə ola bilir. Amma, yəni, pulsuz qalmağa hələ ki, mən Londonda rastlamamışam. Burada IELTS imtahanını 2 dəfə vermişsiniz, hər imtahanda təkrar ödəniş olur. Bəli, təəssüf ki, hər imtahanda 445 manat idi, indi qalxıb deyilsin qiymətləri. Hər imtahanda ayrı ödənişlər eləmişdim. Amma buna görə mən o vaxtı Duolingo'ya cəsarət eləmədim, fikirləşdim, bəlkə yenə kəslərəm və problem yaranar mənə, amma Duolingo'ya da müraciət eləyə bilərsiniz. Mən 6-5 almışdım, fikirləşdim, yox 7 almalıyam. IELTS verdim, amma 6-5-dən sonra əgər almışsınızsa 7 almaq üçün Duolingo'ya müraciət eləyə bilərsiniz. Yəni orada da səhv eləmirəmsə puanla da 130 puanı keçdiysə siz demək C1-siz. Onu dövlət proqramı qəbul edir. Yəni 6-5 ilə IELTS-inizi aldınız 6.5. Bununla müraciət edirsiniz universitetlərə və arada vaxtınız qalır axı. Həmin vaxtda da
Duolingo'ya hazırlaşın. DP üçün də Duolingo'nuzu alın. C1 səviyyə. O 100 manatdır o imtahan. Belə rahat müraciət edə bilərsiniz və tanıdığım qəbul olanlar da var belə eləyərək. Ha, 140 manatın ailə dedi. Ailəsinin qiyməti də qalxıb, amma onu tam da bilmirəm. Türkiyədə var. Buna müraciət barədə məlumatınız varmı? IELTS 500. Bəli, DP-də Türkiyədə var. Yəni Türkiyədə də qaydalar eynidir. Hətta deyərəm, daha asandır Türkiyəyə müraciət qaydaları nisbətən. Yəni digər universitetlərə necə Türkiyədə elə müraciət edirsiniz. Yəni düzünü də tanışım yoxdur Türkiyəyə müraciət edən və qəbul olan. Amma qruplarda görürəm ki, uşaqlar Türkiyədədir DP ilə. Yəni düşünürəm ki, eynidir bütün şərtlər. Amma tövsiyə edirəm ki, əgər xarica getmək uyğundursa sizə, yəni Türkiyə yerinə digər universitetlər seçin. Çünki Türkiyənin universitetlərinin ortalaması, yəni rənki sıralaması biraz çox aşağıdır. Siz əgər digərlərinin içində biraz geridə qala bilərsiniz, əgər hamı xarica verirsə, Avropada, Amerika. Ona görə, yəni əgər bütün bu göstəriciləriniz varsa, xarica verin. Yəni Avropa xarici. Başqa sual olan varsa? Familiya qrup var deyəsən, bura qoşulanların. Aha, var. Mən orada o lazım olan şeylərin hamısını sənə ataram, ya istəsən mənə qrupa əlavə edərsən, uşaqlar bəlkə orada da sual vermək istəyərlər. Tamam. Başqa suallar varsa verək. Gördüyüm qədərilə suallar bitdi. Əgər əlavə sual yeni sual var. Xaricdə yaşamaq mənə nə qədər çətin gəlir. Əvvəl fikirləşdiyim qədər çətin deyil. Əvvəl fikirləşirdim daha çətin olacaq, amma bura gələndən sonra adam adaptasiya olur. Həqiqətən də biraz əgər siz ailənizdən, sevdiklərinizdən uzaq qalması çox çətindirsə, bu biraz problem yaşana bilər sizin üçün. Amma qeyd etdiyim kimi biraz dilə alışmalısınız. Dildən sonra mütləq şəkildə pula alışmalısınız. Mən hələ də burada pulu manata çevirəndə biraz pis oluram, amma çevirməyəndə yaxşıdır. Qalan hər şey, yemək deyirlər, yəni hər şey tapılır, hər şey var. Biraz Londonda təhlükə problemi var, security problemi var. Orada daha çox görmürsünüz bəlkə telefon qaçırmalar olur burada. Yəni ehtiyatlı olduqdan sonra, olsa təhlükə hər yerdə var. Ehtiyatlı olduqdan sonra bir problem yaşamazsınız. Bu da mən Londonda yaşayıram, yəni başqa yerlərdə yəqin ki bu problem yoxdur digər bölgələrdə yaşayanlarda. Yəni əsas çətinliyi mənim hal-hazırda dildir. Qalan hər şey yerindədir. Tələbə aktivliyə dediyiniz qoşulun, məsələn, nəyi nəzərdə tutursunuz tezdən başqa? Tezdən başqa konferanslara qoşulmanızı tövsiyə edirəm. Yəni hansı təbibdə konferanslar paylaşılır, səhv eləmirəmsə, təbibdə ya digər paylaşılan yerlər var orada konferansların. Çalışın bu konferanslara qoşulun gördükcə, yəni sizə uyğun olanlara, təbii ki, uyğun olmayanlara demirəm. Könüllülüklər deməyi unutmuşam, çox üzr istəyirəm. Könüllülüklərə qoşulun mütləq şəkildə. Bilmirəm, bu mənim üçün nə qədər təsirli oldu, yox. Mən COP29-da könüllü olmuşdum, yəni DP-dən əvvəl idi də. Bunu qeyd eləmişdim və bəlkə də bu çox effektli olub mənim seçilməyimdə, ya aktivliyimə daxil olub, yəni könüllülüklərə qoşulun. Deyəsən suallar bitdi. Hə? Belə əlavə suallarınız var uşaqlar? Yox, əlavə sualı yoxdur. Çox sağ olun Məltəm. Sənə təşəkkür edirik. Var ol. İnşallah ki, yenidən
Səninlə görüş keçirərik. Yenə nə suallar olsa tələbələrin sənə qrup vasitəsilə də verə bilərlər. Belə əzizlərim. Siz sağ olun müəllimə, görüşərik. Görüşərik. Özünüzə yaxşı baxın. Siz İnşallah. Çox sağ ol. Özünüzə yaxşı Sağ olun, baxın. uşaqlar. Çox sağ olun. Sağ ol. Çox təşəkkür